Salam, kanalıma ve videoma xoş gəldiniz. Bu gün sizlərlə səhifə 152-də olan kitabxanalar mətninin mövzusunu izah edəcəm. Mətnin, daha doğrusu uşaqlar tapşırıqlarını izah edəcəm. Mən mətni oxumuram, həmişə kimi. Əgər siz də mətni oxumamışsınızsa, mətni oxuyun, daha sonra gəlib videonu izləyin. Bağışlayın. Deməli, videonu izlədikdən də sonra kanalıma abunə olub bəyənməyi unutmayın. Yəni, videoları şərhdə yazmağı unutmayın. Nəsə, çox uzatmadan keçirəm tapşırıq 1-ə. Əvvəl dərsin adını işarə eləyim. Tapşırıq 1-də deyir ki, oxuduğunuz parçadan hansı nəticəyə gələ bilərsiniz? Yaza bilərsiniz ki, uşaqlar mətndə Nizami Gəncəvidən və onun kitab marağından bəhs olunurdu. Sonra tapşırıq 2. Bir dəqiqə. Deməli, tapşırıq 2-də deyir ki, biblioqrafiya, kataloq, təsnifat sözlərinin mənasını kontekstdə görə izah edin. Deməli, biblioqrafiya sözünün mənası kitablar və digər nəşrlər haqqında məlumatların siyahısı. Kataloq sözünün mənası kitabxanalarda kitabların adları, müəlliflərin mövzularına görə düzülmüş siyahı, müəlliflərin daha doğrusu mövzularına görə düzülmüş siyahı. Təsnifat sözünün mənası da kitab və materialların mövzuya görə qruplaşdırılması. Belə. Sonra uşaqlar, mən tapşırıq 3-ü oxuyuram indi də. Deyir, mətndə haqqında danışılan kitabxanaların hamısı üçün səciyyəvi olan cəhətləri hər birinin fərqli xüsusiyyətlərini göstərir. Yaza bilərsiniz ki, tapşırıq 3-ə hər birinin tarixi var, yəni qədim tarixi var. Hamısının da əsasını başqa alim və ya şair tərəfindən qoyulmuşdur. Belə, tapşırıq 4-ü özünüz yazmalısınız, sizin öz öhdənizə buraxıram. Sonra tapşırıq 5-də deyir ki, göy rənglə verilmiş hansı bağlayıcılar cümlələri bağlayır. Deməli, və sözüdür uşaqlar burada və ki sözüdür. Və sözü bağlayıcıdır, ki sözü də məlum oldu ki, yəni burada bağlayıcıdır. Baxın, bir dəqiqə indi onu göstərəcəm. Baxın. Burada məlum oldu ki, bağlayıcı və burada yazılıb Azərbaycanda həmişə elmə, ədəbiyyata və onların daşıyıcı olan kitaba böyük hörmət və sevgi olunmuşdur. Belə, bu sözlərdir. Həmin o bağlayıcılar, cümlələri bağlayan. Sonra 6-nı, indi keçsək 6-ya. 6-da deyir ki, mətndə altına xətt çəkilmiş sözlərdən biri qrammatik məna növünə görə digərlərindən fərqlidir. Altına xətt çəkilmiş sözümüz uşaqlar burada çoxdur, amma ən fərqlisi saldırdığıdır. Bu söz fərqli sözdür, qrammatik mənasına görə. Sonra tapşırıq 7. Deyir ki, 6-cı tapşırıqda seçilmiş feillər üçün ortaq olan cəhətləri müəyyənləşdirin. Birincidə hamısı feili müəyyən qrammatik növündədir. İkinci quruluşsa düzəltmədir. Üçüncü quruluşsa sadədir. Dördüncü şuidi keçmiş zamandır. 5 idi hissəci ilə işlənmişdir. 6-da da məchulurdadır. Deməli, uşaqlar, tapşırıq 7-də olacaq birinci və ikinci variant. Yəni 6-cı tapşırıqda. Orada deyirək 6-cı tapşırıqda seçilmiş feillər üçün ortaq cəhətlər. Deməli, burada da olacaq, yəni 7-ci bənddə olacaq birinci və ikinci. Yəni, hamısı feili müəyyən qrammatik növündədir və quruluşsa hər biri düzəltmədir. Belə. Sonra tapşırıq 8-ə keçdim. Deyir ki, yerləşdirdim. Sözünün tərkibini müəyyən edin. Fikirlərinizi əsaslandırın. Baxın, A variantında yazılıb ki, yer plus lə, plus şi, plus ir, plus di. Deməli, uşaqlar, təbii ki də burada A variantı olmaz. Burada uyğun gələn variant B variantıdır. Yəni, yer, ləş, ir, di. Belə olur. Yəni, burada şı, baxın, göstərəcəm. Şı, yəni burada səhv yazılıb. Yəni A variantı səhvdir. Doğru variant B variantıdır. Sonra tapşırıq 9. Bir dəqiqə. Hansı söz verilmiş feillərdən düzəlmişdir?
Deməli 9-da uşaqlar verilmiş bizdən deməli feillər istəyir. Deməli olacaq 9-da dara sözüdür. Dara olacaq həm daranmaq, həm də daralmaq. Yəni bu sözlərdən hansına uyğundur? Təbii ki də daranmaq sözünə uyğun gələcək. Bir dəqiqə. Daranmaq. Baxın, deməli 9-da olacaq daranmaq. Sonra B variantda din olacaq ya dinləmək ya da dindirmək. Deməli ikincidə də dindirmək olacaq. Yəni B variantı. Sonra əziz şagirdlər, qaz sözündə olacaq ya qazanmaq ya da qazdırmaq. Burada da təbii ki qazdırmaqdır. Sonra qov sözündə ya qovurmaq olacaq ya da ki qovdurmaq. Burada da yenə qovdurmaq sözü olacaq. Belə bu sözlər uyğun gələcək əziz dostlar və şagirdlər. 10-da deyir ki, bənddə altına xətt çəkilmiş sözlər çəkilmiş feillər haqqında verilən düzgün fikirləri müəyyənləşdirin. Deməli dostu bu dünyada seçib taparlar. Dost düşmən seçilər, vətən seçilməz. Qayanı yararlar, dağı çaparlar. Dağ qaya kiçilər, vətən kiçilməz. Məmməd İsmail. Deməli burada deyir ki, yəni hansı variant uyğun gəlir də bu məsələn şeirdə hansı bəndə uyğun gəlir. Birinci bənddə deyir ki, ikinci misradakı feillər feildən, dördüncü misradakılar sifətdən düzəlmişdir. Sonra ikincidə deyilir seçilər feili düzəltmək, kiçilər sadə feildir. Üçüncüdə iki misradakı feillər məcul, dördüncü misradakılar məlum növdədir. Dördüncüdə feillərin hamısı məcul növdədir. Beşincidə feillərin hamısı ıl şəkilçisi ilə düzəlmişdir. Altıncıda feillərin hamısı məlum növdədir. Deməli uşaqlar bu şeirin bəndinə aid olacaq 2 və 3. 2, bir dəqiqə. 2 və 3. Yəni uşaqlar seçilər feili düzəltmək, kiçilər sadə feildir. İkinci misradakı feillər məcul, dördüncü misradakılar isə məlum növdədir. Belə ümid edirəm ki, izahımı bəyəndiniz. Bəyəndinizsə kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.